Ukraynanın şərqində Donetsk şəhərində yüzlərlə adam Rusiyanın bu ölkəyə qarşı hərbi müdaxiləsinə qarşı etiraz aksiyası keçirib. Bundan əvvəl bir neçə gün dalbadal Ukraynanın cənub və şərq əyalətlərinin əksəriyyəti rus dilli olan sakinləri Rusiyanın siyasətinə dəstək mitinq keçiriblər. Bu həftənin əvvəlində onlar Donetsk şəhərində hökumət binalarını tutsalar da, sonradan polis onları binadan çıxarıb. Moskvada müharibə əleyhdarları olan fəallar martın 4-də axşam Rusiya Müdafiə Nazirliyinin binası qarşısına toplaşıblar. Onlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı olduqlarını bildirib. Təhlükəsizlik qüvvələri razılaşdırılmamış aksiyadır deyərək fəallardan bir neçəsini saxlayıb. Yerevanda Rusiyanın Ermənistandakı səfirliyi qarşısına toplaşan fəallar Ukraynanın yeni hakimiyyətinə dəstəklərini ifadə ediblər. Onlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisliyib, Prezident Vladimir Putin əleyhinə şüarlar səsləndiriblər. Polis fəalların səfirliyinə yaxınlaşmasına imkan verməyib, onlardan 3 nəfəri saxlayıb. İraqın təhlükəsizlik qüvvələri və hökumətlə birgə çalışan qəbilələrin yaraqlıları Anbar əyalətində əsas yolu İslamçı yaraqlılardan təmizləyiblər. Əyalətin paytaxtı Ramadi şəhərinin cənubundakı bu yolu yaraqlılar bu ilin əvvəlində də keçirmişdilər. Hazırda Ramadi və qonşu Fəllucə şəhərinə nəzarət uğrunda təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında döyüş davam edir. Qırğızstanın paytaxtı Bişkekdə yüzlərlə adamın iştirakı ilə Ağ Papaq günü qeyd edilir. İştirakçılar Karajorgo, Qara At adlı rəqsi birgə ifa ediblər. Ağ Papaq günü 2012-ci ildən bəri qeyd edilən qeyri-rəsmi bayramdır.